aralıqlı oruc zərərlidir. Eləməyin. Belə danışan insanlara inanmayın. Aralıqlı orucun faydalarının saymaqla bitməyən faydalarının elmi əsasları da var. Aralıqlı oruc insan həyatına çox faydalıdır. Birinci növbədə qan şəkəri normallaşır. 2. İnsulin dirənci. 3. Leptin dirənci. Və bunların hamısını bir yerə yığdıqda sən daxilən sağlamlaşırsan və gələcəyə inamla addımlayırsan, həm də bədəndə hüceyrələr, yeni hüceyrələr əmələ gəlir, bu ilə də cavan qala bilirsən. Dəri sağlamlığı, saç tökülmənin də qarşısını alır. Ümumilikdə bədən sağlamlığına faydadır. Bəs belə bir sual ortaya çıxır ki, aralıqlı oruc necə tətbiq olunur? Variant əlbəttə 16-8 də olar, amma ən ideal variant 18-6-dır. Yəni gün ərzində 6 saat, günün aydınlıq vaxtı, işıq vaxtı 6 saat yeyirsiniz. Qalan 18 saat yemək yemirsiniz. Ancaq su, acı kofe, çay qəbul edə bilərsiniz. Bu 6 saat ərzində neçə dəfə qidalanaq? 2 dəfə qidalanırsınız. Saat neçədə qidalanaq? Yaxşı olar ki, bu 6 saat ərzində bu iki qidalanma bir-birinə yaxın olsun və vəziyyət elə yerə gəlib çıxsın ki, günün son öynü ilə növbəti günün ilk öynü arasında heç olmasa 18 saat yox, 20 saat fasilə əmələ gəlsin. Bu zaman bədəndə super otofaji ola bilər, yəni köhnə hüceyrələrin bədəndən çıxıb yeni hüceyrələrlə əvəz olunması. Və aralıqlı oruc barəsində detallı məlumat üçün səhifəyə abunə olursan, like qoyursan, komment yazırsan, silsiləli olaraq aralıqlı oruc barəsində danışacağıq. Uğurlar olsun.